Salam dəyərli şagirdlər, vektorlara aid belə bir suala baxalım. Bizdə vektoru qrafik üzərinə verib, ilk öncə A vektorunun koordinatlarını müəyyən eləyək. Baxın, damaların hərəsi bir nöqtəsi belirir. 1, 2, 3 olacaq. Bura 1, 2, 3, 4, 5 və bu da mənfi bir nöqtəsi. A vektorun koordinatları görürsünüz, A vektoru x oxu üzərində. Deməli, bunun x-i var, y-i yoxdur. O zaman yazıram ki, x-i mənfi 2, y-i 0. B vektorun koordinatları isə x-i müsbət 3-dür və y-i də müsbət 5-dir. Biz müəyyən etdik koordinatları. İndi bizə deyir ki, A, B vektorunun modulunu tap. A, B vektoru ilk öncə tapaq. Bu deməkdir ki, B vektorundan çıxacam A vektorunu. Yəni, B vektorun koordinatlarını yazıram. 3, 5 çıxılsın A vektorun koordinatları. Mənfi 2, 0. Bu deməkdir ki, B vektorunun x-indən A vektorunun x-ini çıxacam. B vektorunun y-indən A vektorunun y-ini çıxacam. 3-dən mənfi 2-ni çıxsa müsbət 5 eləyəcək. 5-dən də 0 çıxsın, müsbət 5 eləyəcək. İndi bizə bu vektorun modulunu tap deyir. Yəni, modulda A, B vektoru kök altında bu vektorun koordinatlarının kvadratları cəm olacaq. Yəni, 5-in kvadratı 25, üstə gəl yenə 5-in kvadratı 25. Bərabərdir kök altında 50, o da bərabərdir 5 kök altında 2. Vektorun modulu 5 kök altında 2 oldu.